Deməli, belə bir üçbucaqda verib ki, O nöqtəsi bizim medianların kəsişmə nöqtəsidir. AB-ni 2,5 verib. Yazıram 2,5. BC-ni isə 6 verib. Bu mediansa deməli bunu 3/3 nisbətində böləcək. Daha sonra bunlar median olduğuna görə biz bilirik ki, medianlar təpədən başlayaraq 2/1 nisbətində bölünür. Bura bir 2K, K deyirəm. Onda bu da median olduğuna görə burada 1, 2, x deyirəm. Onda bu balaca üçbucağı biz bir Pifagor hesablasam, Pifagor teoremi tətbiq etsəm, olacaq 2x-in kvadratı üstə gəlsin k-nın kvadratı bərabərdir 9-a. Bir də ki, bu üçbucağı Pifagor tətbiq etsəm, olacaq burada da 2k-nın kvadratı plus 2x-in kvadratı bərabərdir 2,5-in kvadratına. Sonra burada hesablama aparsaq, olacaq 4 dənə x-in kvadratı, üstə gəlməsin k-nın kvadratı, bərabər 9-a. Burada 4 dənə k-nın kvadratı, üstə gəl 4 dənə x-in kvadratı, bərabərdir 20-yə. Sonra 4x-in kvadratını tapıb gətirib burada yerinə yazsaq, olacaq 4 dənə k-nın kvadratı, üstə gəlməsin. 4x-in kvadratı 9 minus k-nın kvadratı olacaq, bərabərdir 20-yə. Buradan 3 dənə k-nın kvadratı bərabərdir 20 çıx 9, 11-ə. K kvadrat bərabərdir 11/3-ə. Onda buradan da k bərabərdir kökün altında 11/3 olacaq. Onda burada k-nın yerinə kök altda 11/3-ü gətir burada birində yerinə yazsam, bu da məsələn gətir burada yerinə yazıram formada. Olacaq 4 dənə x-in kvadratı üstə gəlsin. K-nın kvadratı edəcək 3-də 11 bərabər 9-a. Ona 4 dənə x-in kvadratı bərabərdir. 9-dan 3-də 11 çıxsam, 3-də deməli 27 çıx 16 edir. X-in kvadratı bərabərdir. 3-də 16-nı bölürəm 4-ə, vuracam 4-də 1-ə. Eləcə 3-də 4, buradan da x də bərabər olacaq 2 bölünsün kök altda 3-ə. X də tapdıq, k-nı tapdıq, bizdən AC-ni istəyir. Onda mən bura qədər tapsam, bilirəm ki, median olduğuna görə 2 hissəyə bölünəcək. Onda bu üçbucağa görə mən bir Pifagor təzədən tətbiq etsəm, olacaq 2k-nın kvadratı üstə gəlsin x-in kvadratı bərabər t-nin kvadratına. Bu da olacaq 4 dənə k-nın kvadratı üstə gəl x-in kvadratı bərabər t-nin kvadratına. K-nın kvadratının qiyməti biz bilirik burada 3/11, yəni 4/3-də 11 üstə gəlsin. X-in kvadratının da qiyməti 4/3-dür, bərabər t-nin kvadratına. Hesablama aparsam, 3-də 44 üstə gəl 4, 48 bərabər t-nin kvadratına. Ona buranın t-nin kvadratı 16, t də 4 olur. T4 olduğuna görə, deməli bu median olduğuna yarı bölü, ümumiyyətlə AC bərabərdir 8 olacaq.